Nasranda Heydər dedi ki, ben birazdan bayrağı kabul edeceğim karar. Dedim dayı onda icazə verərsən, dedi nəyi? Dedim onda siz kararı kabul edirsiniz ya. Ben insan yapan bayrakları tanımıyorum. Dedi ki, ben gittim Nazirət Sovetinin, bir de Şəhid Sovetinin üstüne. Hələ onda Ali Sovetin üstüne taxılmadı. Çünkü Ali Sovetin üstüne karar kabul olundan sonra taxılmadı. Ben onlara taxtım, geldim. Zaten şöyle elədim ki, ben bir taxtım. Dediler ki, bayrağı gətir. Bayrağı o vaxtı Fərməz Allah verdi. O da xalq hərəkatındaydı, liderlərdən. Fərməz Allah verdi, vardı, bayrağı Türbiniyə təsdiqlədilər, kabul olundu. Dedi ki, bugündən Azərbaycan Respublikasının bayrağı, şəxsi bayrağı budur. Şahidələrin olacaq qeyd elədi.